Deməli, bir təcrübəmi sizlə bölüşüm. Bir valideyn gəlib seansda, qızının 13 yaşı var. Müraciət etmə səbəbi də odur ki, bəs mənim qızımın əlinə bir iş gəlmir, durmadan şikayət edir. Deyir, bax belə də deyir, qızım başı batsın deyir. Bir dənə deyir, çay nədir onu süzə bilmir. Əlləri əsir bu qızın. Bunun tayları deyir, ev eşiyi sahibidir, yemək pişirir. Yəni qısacası valideyn durmadan şikayət edir. Mən isə əlbəttə valideynə dedim ki, siz ona, yəni bu doğulandan olmur da bu bacarıqlar, nə bilim evi təmizləmək olsun, çay süzmək olsun, qab yumaq olsun. Bunu valideyn yavaş-yavaş qız uşağına xüsusən analar öyrətməlidir də yavaş-yavaş. Bu evə xidmət bacarıqlarıdır, ümumiyyətlə özünə xidmət bacarıqları. Bunları valideyn öyrətməlidir övladına. Dedim ki, siz nə vaxtsa ümumiyyətlə ən azı məsəl qab yumaqdır da bunu öyrətməyə çalışmısınızmı? Deyir ki, başı batsın deyir onu. Bir dəfə deyir qab yudu, bütün ətraf deyir hamısı oldu gölməçə, su. Yəni bu mənada başladı şikayət eləməyə. Mən isə valideynə deyirəm ki, ay ana, bəs ilk dəfə elə olacaq da. Misal üçün, bax siz ilk dəfə yemək bişirəndə, tutaq ki, bir aş bişirirdiniz də, bu yemək birdən-birə mükəmməl, istədiyiniz yaxşı bir plov aş ortaya qoya bildinizmi? Əlbəttə ki, valideyn deyir ki, yox, əlbəttə ki, təbii ki, bir dəfə duzu yaxşı olmur, bir dəfə nə bilim, düyüsü yaxşı olmur, bir dəfə yağı yaxşı olmur, bəlkə bir dəfə də yemək yanır. Amma sonunda bir 4-cü, 5-ci təcrübədən sonra istədiyiniz o mükəmməl bir yeməyi ortalığa qoya bilirsiniz də. Yəni bu mənada biz övladlarımıza da nə isə öyrətmək istəyiriksə, mütləq ki, onlara səhv etmə imkanını verəcəyik. Yəni bu qədər tənqid edici yanaşmaq, baskı ilə yanaşanda nə olacaq? Uşaq artıq düşünəcək ki, eləməsəm, ondan sonra ən gözəli odur, eləməyim. Başıma nə problem açıram ki, yəni onsuz da valideyn başlayacaq danışmağa, deyinməyə. Həm o mənada bundan sonra heç həvəsi də olmayacaq, motivasiyası da olmayacaq ki, o işi görsün. Həmçinin də ümumiyyətlə özünə güvəni orada qırılacaq. Və başa düşəcək ki, hə, doğrudan da elə mən heç nə bacarmıram da, ən yaxşısını anam bacarır, anam ən gözəlini düzünü eləyə bilər, mən eləyə bilmərəm, bacara bilmərəm. Bu mənada da ikincili olaraq onun həm də öz güvənini aşağı salmış olursunuz. Yəni bu şey unutmayın ki, əgər biz uşağımıza nə isə öyrətmək istəyiriksə, mütləq ki, onu səbirlə, təmkinlə o bacarığı, yəni qabiliyyəti ona yavaş-yavaş öyrətməliyik və səhv etmək məsələsi də normaldır. Belə.